Zidd inqilab, münafiq, təciyə tələb, qovmgəra, pan-türk bu listi istədiyiniz qədər uzalta bilərsiniz. Əgər Cümhuri İslaminin təriflədiyi çərçivədə və biçdiyi rolların birini qəbul eləyib boyun əyməsəz. Yaradılan fürsətlərdən istifadə eləmək nəyin bahasınadır? Bu bir taktikdir, olan fürsətlərdən istifadə üçün, yoxsa hökumətin bizə qurduğu tuzaq və tələyə düşüb fürsətləri əldən verməkdir. Bu proqramda məxsusən traktorun qəhrəmanlığından sonra gündəmə gələn təriflərin içində itib necə öz kimliyimizi savuna biləcəyimiz fürsətlərdən danışacağım. Xanımlar, bəylər, siz Şirin Çayı izləyirsiniz. Mən Taha Kermani qarşınızdayım. Bahalıq, işsizlik, bir tərəfdən də savaşın üstümüzə çökdüyü bu ağırlıqların altında bütün millətlər kimi Azərbaycan milləti də əzilib yox olmaqdadır. Bu işin bir həqiqətidir. Əgər indi elektrikiniz, bərqiniz var və bizi izləyə bilirsiniz, əgər telefonunuzu şarja qoya bilmisiniz, şanslı insanlardan birisiniz. İçməyə suyunuz var, çörək almağa pulunuz var ya yox, daha sonraki ələviyyətlərə gedibdir. Bu vəziyyətlərdə gəlib bir də traktor belə gəldi, türklük elə getdi demək nə qədər yerlidir, qərar vermək çox çətindir. Amma traktorun qəhrəmanlığından sonra İranda bəlkə bir müddətdir bu bahalıqlar və s. ilə unutulub unutturulan məsələlər təkrar gündəmimizə gəlibdir. Müzakirələr nə olacaq, Xamenei necə bir daş salacaq məmləkətin başına, bunlar hamısı unudulmayacaq, vazgeçilməyəcək önəmli məsələlərdir. Amma Şirin Çayın bu proqramında istəyirəm traktor şampionluğundan sonra təkrar issidilən bu köhnə yeməkdən biraz sizə danışam. Biz qovmgərayıq, təciyə tələbik, hoviyyət tələbik, türküllahıyıq və ya pan-türkük. Əsasən bu təriflər kimə görə, nəyə görə olur? Neynəsə hakimiyyət bizdən razı düşər, yağlı əlini bizim başımızdan çəkər. Neynəsək bizdən əl çəkərlər. Və ya neynəsək öz istədiyimiz istəklərin maksimumunu mütalibə eləyə bilərik. Hansıları mütalibə eləsək istəklərimizin bir qismətinə əl tapa bilərik. Bunlar bütün dəğdəğələri daşıyan insanların beynində dolaşan suallardır. Məsələni dağıdıb beyninizi qarışdırmaq istəmirəm. Yaxın neçə gündə İnsaf News-da İranda islah tələb çərçivəsində dəyərləndirə biləcəyimiz rəsanələrin birinin YouTube səhifəsində bir müsahibə oldu, yayımlandı. مصاحبه‌ای داریم با آقای شایان نقوی، سرپرست مجموعه هواداری بایراقچیلار و آقای محسن هادی مستندساز راجع به الگوی هواداری در تراکتور تبریز. Bu ki traktor havadarlarının qovmgəralığı nə qədər töhmətdir, nə qədər vaqiətdir və s. Mən linkini qoyacağam, maraqlananlar izləyə bilərlər. Bir neçə dəqiqədə istəyirəm orada danışanların üstünə öz fikrimi, nəqdlərimi və təqdirlərimi sizinlə paylaşım. İnsaf News-un bu müsahibəsi Azərbaycanlı müstənədsaz, bəlgesəlci Möhsün Hadi və Məcmui Havadari Bayraqçıların sərpərəsti Şayan Nəqəvi qonaq olublar. Fərqli söhbətlər danışılır. İndidən deyim, çox böyük həvəs və maraq ilə bu videoyu izləməyə keçsəz, zövqünüzdən dəyə bilər, daha sadə desəm. Çünki nə çox dərin, nə də çox keyfiyyətli bir müsahibə görə bilərsiniz. Bu işin ayrı bir tərəfi. Amma var olan fürsətlər, imkanlar da bunlardır da. Kim yerlərdə hövsələni zorlayan bir müsahibəyə şahid olacaqsınız. Amma diqqətli əgər baxsaz, diqqətinizi çəkəcək önəmli nüktələr var. Müsahibə eləyən, yəni sual soruşan məsələdən pərtdir, besavaddır,
Instagrami səviyyədə bir şeylər qulağına dəyibdir, dünyadan xəbəri yoxdur, siz də bir əvvəl neçə dəqiqədə görüb anlayacaqsınız. Buna fazla toxunmağa gərək yoxdur. Amma önəmli nöqtələr var. Bəzi tabu sayıla biləcək cümlələr də sərf edildi. Təxmin eləmək çətin deyil ki, danışılanlardan, yəni yayınlanan o videodan çox daha geniş, bəlkə daha detaylı, bəlkə də radikal söhbətlər danışılıb, amma sansur edilibdir, həzf edilibdir. Bununla ilgili danışmaq orada söhbət eləyən Ayin Nəqəvi və Möhsün Hadinin boynuna düşər. İstərlərsə görüb danışarlar, amma biz ancaq rəsmi yayınlandığı qədər bunu dəyərləndirib yorumlaya bilərik. Bir yerdə o klişələri təkrarladığında müsahibə eləyən, müsahibə demək biraz çətin olur, amma sual soruşan xanım deyir ki, Traktorun oyunlarında Azərbaycan və Türkiyə bayraqları aparırlar, pəs qolumgəradırlar, təzyiyə-tələbdirlər və s. Möhsün Hadi hamımızın bildiyi, bəlkə bu hoçigərinin arasında itib itirilən nöqtəyə barmaq qoyub sadə bir sual soruşur. سوالم از تو واضحه. شما وقتی میگی یه چیزی اشکال داره، این یا قانونا اشکال داره، خب، یا اخلاقا. اینی که پرچم آذربایجان آوردن، اشکال قانونیش چیه؟ نمیتونی پیدا کنی، چون نیست. اشکال اخلاقیش چیه؟ بازم نیست. اشکال سیاسی داره؟ آره. چیکار کنیم؟ انگ بزنید. پرچم بیشتر خواهد شد. همدلانه رفتار کنید. اصلا سمت ماجرا عوض میشه. Yəni harda nəyə görə Azərbaycan və Türkiyə bayrağını, pərçəmini stadionda açmaq bir suç sayıla bilər. FIFA'nın şeylərinə görə siyasi muhtəvanın stadionda açması nəqd oluna bilər. Amma buna görə o zaman əgər məsələyə bu mənzərdən baxanlar ola bilər, o zaman Mehvər-i Müqavimətin şüarlarını 0-dən 100-ə qədər İran Liginin hər yerində siz görə bilərsiniz. Şühədai xidmətdən nə xidmət eləyiblərsə, onlar bir tərəfdə qalsın, amma müdafiə-i hərəmdən tutun ta Hamasdan, oradan buradan bütün ənva və əqsam siyasi şüarları İran Ligində biz görə bilərik. Əgər belədir və Cümhur İslami bu çərçivədə futbalı təfsir bir nəf eləyib dəyərləndirir, o zaman Azərbaycan və Türkiyə bayraqlarının ora aparılmasının hansı əxlaqi və qanuni müşkülü var? Möhsün Hadi bunu soruşur. Öz yerində çox cəsur bir çıxışdır. Başlarına necələri bilmirəm, amma bu önəmli bir nöqtədir. Məsələni bir dəfə bu cür sərahəti ilə üstündə durmaq ki, Azərbaycan traktor oyunlarında Azərbaycan və Türkiyə bayraqlarının olmasının qubxu, botu bir yerdə bir sınmalıdır. Ən məqul bir şəkildə sındırıblar deyə düşünürəm. Amma ikinci bir məsələ, Ay Hadi müstənədsaz, qabil bir müstənədsaz və camiyyəşinasdır. Məsələni bilir. Bəlkə biraz daha detayına gedə bilərdi. Bilmirəm, naşı müsahibə eləyən fürsət vermədi. Çünki yetərincə fürsətləri zorluyurlar. Amma nə? Bunun üstündə bəlkə durub danışa bilərdik. Amma ikinci bir nəqdim, gözümə dəyən məsələ budur ki, nə israrımız var biz Cümhuri İslami standartları ilə bir məqbul mənzərə verək traktorun oyunlarından. Əgər belədir, çox sadə bunu soruşmaq olar ki, illərcə ən təməl insani haqların yox sayıldığı vaxtlarda bu dostlarımız niyə nəqdlərində səslərini olduğundan daha yüksək yerə götürmədilər? Qadınların stadiona getməyinin qədərən olması populyar olmasından qabaq. Çünki aydınlar əsasən bir məsələ populyar olmadığından qabaq təzəkkür verməsi ilə bilinib, sorumluluqları da elə dəyərləndirilir də. O zaman nə üçün bu məsələnin üstündə yetərincə durmadılar və ya ayrı məsələlər. Amma ondan sonra
Şayan Nəqəvi, çox bağışlayın, Sərpərəst Məcmui Həvadarı Bayraqçılar üzündən oxuyuram çünki çoxunuza mənim kimi çox tanış bir ad olmaya bilər. Əlbəttə traktor həvadarları bu məsələni detaylıca baxıb öyrəşiblər. Diqqətimi çəkən bir şey var. Dostumuz burada traktor həvadarlarından müdafiə eləyib və mətrəh olan ittihamlardan bəraət eləmək üçün ittiham budur ki, əvvələn bir məskərə bir ittiham mətrəh olur ki, çox gözəl ustaca cavan yaşına rəğmən difa eləyir burada Şayan ki, Pezeşiyanın rəis cümhur olması bahis olubdur ki, traktor qəhrəman olsun. Ondan sonra ki, قومگرا اتهامına cevap verəndə مثلا بگین هیچ بازی نشدی که ما عکس سردار شهیدمون حاج مهدی باقری نبرده باشیم مثلا یاد بود نگرفته باشیم یا مثلا بندرشو نبرد تو جشن قهرمانی بازی قبل اون یکی از بزرگترین پرچم‌های ایران باز شد تو استادیوم یادگاری هنگام حین جشن قهرمانی عکساش تصاویرش هم موجوده کنار زن خب چرا این مسائل گفته نمیشه چرا دیده نمیشه حواشی اخیر تو اغتشاشات اخیر تنها شهرهایی که درگیر موضوع نشدن یا کمتر بود فشار منطقه ما بود طرفای ما بود چرا به این چیزا توجه نمی‌کنی من هیچ چیزی ندیدم تو بحبوحایی که شب و روز اینور درگیر بود حالا نمیخوام به بحثش وارد بشم من نه به حرفه من مربوطه نه در مقامیم که در موردش نظر بدم biz bir şeyə inana bilərik və ya inanmaya bilərik. Bu bir tərcihdir. Amma eyni halda bu da bir tərcihdir ki, sizin inancınızı bəyan elədiyiniz yerdə eşidənlər, müxatəblər, yəni siz bunu nəqd eləyək. Mən bunu başa düşürəm ki, son dərəcə ağır bir baskı var. Heç şübhəsiz bu dostlar elə o cüzvi dərəcə neçə tribuna yetişmək üçün belə nə mücadilələr veriblər. Bəlkə də əsasən dırnaqarası tarifsiz rahat deyim, İnsafniyuzun əlindən qaçıb müsahibə ediblər. Yoxsa biraz daha məsələni ciddiyə alsaydılar, bəlkə traktor və əsasən Azərbaycan qeyri-fars millətlərin məsələsini bu səthdə və heç olmasa bu çərçivədə tərhinə belə müsaade eləməzdilər. Ona görə necə sədləri aşıb o mərhələyə gəldiklərini anlayanlardanam. Bunu başa düşürəm. Amma məsələ budur. Bəzi yerdə biz bunları difa eləmək üçün niyaz yoxdur Cümhur İslaminin klişə ədəbiyyatından istifadə edirik. Biz öz ədəbiyyatımızı bütün mühafizəkar həssasiyyətlərə rəğmən, yəni mühafizəkarlığı da maksimum dərəcədə riayət eləyib, atu verməyərək bu xas Cümhur İslaminin mənimsədiyi ədəbiyyatın da parçası olmaya bilərik. Çünki bilirsiniz, bunlar səmimi gəlmir. Dostum, bunu nə traktorçular, nə traktorçu qəbul elədiyimiz hüviyyətin o əksəriyyəti qəbul eləmir. Elə bir buna bənzəyir. Bu günlərim Instagramda daha çox like almaq istəyən bir malla da cüzvü bir o klişə malla ədəbiyyatından uzaqlaşmağa çalışır. Özünü müntəqid göstərməyə çalışır. Daha yuxarıya gedib, Xameneyi belə Xameneyi görünməməyə çalışır. Empati, sempati toplamaq üçün toplumda. Nə cür? Cümhur İslaminin xəzinələrindən boyun qaçırıb məsuliyyət qəbul eləməmək takdir ki, bilirik ki, Xameneyinin şəgirdlərindəndir. O belə bir yerdə tüssübət olduğunda gəlib o ədəbiyyatı inqilabidən uzaqlaşır, özünü sanki bir müntəqid şəhərvənd kimi irayə eləyir. Baxmayaraq ki, bu illərdə bizim millət abbəndə olub, bu heç sözü qəbul eləmirik. Bu numaraları da versinlər, bu təşkilləri də qəbul eləmir. Mən istəyirəm deyəm ki, Cümhur İslamının bünyəsində belə millətə xoşa gələn, milləti allatmağa çalışdıqları, millətin göylünü almağa çalışdıqlarında Cümhur İslami ədəbiyyatından uzaqlaşırlar. Difai müqəddəs, şühəda, bilməm armanha inqilab filandan uzaqlaşıb bir cümlə qurmağa çalışırlar. Bizim nə israrımız var ki, düşək o tora Cümhur İslaminin ədəbiyyatı ilə danışaq. Öz ədəbiyyatımız ilə məsələni müdafiə eləmək üçün yetərincə əlimizdə əbzar vardı. Bir ayrı məsələ. Burada dağıtqaq deyil. Müsahibədir. Rahat olun.
Niyaz deyil biz beynimizdə, ürəyimizdə olan 100 maddənin 100-ünü də orada deyək. O 100 maddə ki, bu dar çərçivədə yerləşə bilər, elə öz ədəbiyyatımız ilə onları işlədə bilərik. Lüzumu yoxdur gəlib gedib Cümhur İslamının ədəbiyyatını təkrarlayaq. Öz arxalandığımız millətimizdə də onların da gözündən düşək. Bu nəqd sadəcə bu müsahibəyə də aid deyil. Daha rahat tarifsiz deyim, Şirin çayın izləyiciləri bizim ədəbiyyatımızı bilirlər. Türk milliyyətçilər, millətin içində daha bilinir adı ilə Azərbaycançılar. Dostlarım, əl çəkin bu Türküllahı ədəbiyyatı ilə. Çox sadədir. Bax, siz istədiyiniz qədər baxın bizimkilərin ədəbiyyatına. Hakimiyyətə xitab bir şey dediklərində, məsələn, bir name-i sərquşadə yazdıqlarında, bir kampeyn yola saldıqlarında, bir Instagramı post yola saldıqlarında İmam Peyğəmbərə səlam salavat ilə başlayırlar, axırda da ruhu İmam-ı Ümmət və şühədaya səlam salavat ilə qutarırlar. Dostum, bunu nə hakimiyyət qəbul edir sizdən, nə millət. Əl çəkin bu ədəbiyyatdan. Ehtiyacı yoxdur. Demirik, siz gəlin usulü sekularizmi yazın orada birinə yaman deyin. Amma öz ədəbiyyatınız ola bilər. Yəni, niyaz yoxdur bir şeydən bəraət eləmək ilə. Cümhur İslamının standardı nədir? Deyirsən, düşmənsən, məcərin ki, gələsən, elam-ı bəraət eləyəsən. Ağa, bu elam-ı bəraət dinsizlərdən, qovumgaralardan, pantürklərdən, bu list o qədər uzundur ki, siz Cümhur İslamının xoşuna gələcək, başlayasınız elam-ı bəraət eləyəsiniz, nə Cümhur İslamının xoşuna gələcək, nə nümayəndəlik eləməyi hədəflədiyiniz o millətin xoşuna gələcək. Ona görə bunu belə hakimiyyətin içindəki insanlar da başa düşüb. İndi biraz like yığmaq istəyən mallalar da malla ədəbiyyatından uzaqlaşır. Ona görə heç lüzumu yoxdur. Biz deyək ki, bax odur, biz Mehdi Bakir'in əksini apardıq oraya və siz yenə bizi bəyənmirsiniz. Dostum, bunlar sizi bəyənməyəcək. Vazgeçin bu ədəbiyyatdan, öz ədəbiyyatınız ilə mümkün çərçivədə danışın. Mən onlardanım ki, sonuna qədər difa edirəm bu məsələni ki, mövcud zərfiyyətlərin hamısından, maksimumundan istifadə etmək lazımdır. Bu şərt ilə ki, qalib ədəbiyyatın qılıfına girib, bu biraz da gülünc klişəni təkrarlamamaq şərti ilə. Nə sizə, nə hakimiyyətə, nə millətə bu ədəbiyyat xoş gəlmir. Axırda bir-iki cümlə ilə not düşmək istəyirəm. İnsaf News-da yayınlanan bu video müsahibə heç bir jurnalistlik standartlarına yaxın deyil. Bunu bilirəm. Ona görə o baskı, sansur mühitində dostlarımız maksimum, həddi əksər zərfiyyətdən istifadə edib savunduğu şeyi müdafiə eləmək üçün göstərdikləri çaba təqdirə şayandır. Sağ olun, var olun, əməyinizə sağlıq. Nəqdlər yerindədir, çünki biz buradayıq ki, nəqd eləyək. Çəpi çalan rəsanə, artıq rəsanə deyil, onlar Keyhan Cümhur İslamının seda siması, çox şükür biz onlardan deyilik. Şirincəyi bu proqramda da təhammül edib izlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, sağlıcaqla qalın. YouTube'da bizi görüb bəyənirsiniz əgər, bəyən butonuna basıb videonu dostlarınızla paylaşmaqda bizi mutlu edə bilərsiniz. Yorumlarınızı, nəzərlərinizi lütfən sansursuz bir şəkildə yazın, çünki onları son dərəcə diqqətə alıb işğallarımızı düzəltməyə çalışırıq. Sağ olun, sağlıcaqla qalın, şirin çayla qalın.